Nərmanovda isə 2 küçəni kanalizasiya suları basıb. Sakinlər özləri öz dərdlərinə bir əlac eləsələr də, amma problem tam olaraq aradan qalxmır. Dəfələrlə mövcud vəziyyətlə bağlı şikayət ediblər, amma xeyri olmayıb. Zəng eləyirik, gəlirlər, yalandan Bas Məmməd Əliyev çıxıb gedirlər. Nərmanov rayonunda 2 bir-birinə yaxın küçə var. Şahin Mustafayev küçəsi və Çınarlı küçəsi, hər ikisində də vəziyyət eynidir. Kanalizasiya suları yola axır. Yoldan keçmək mümkün deyil və bu problem illərdir ki, davam edir. Sakinlərin nə yayı var, nə qışı. Bütün fəsillərdə yolda gedərkən kanalizasiya sularının içərisindən keçməyə məcburdular. Hələ qış fəsli gələndə vəziyyət daha da acınacaqlı olur. Bir neçə dəfə də müraciət eləmişik, baxan olmayıb. Necə baxan olmayıb? Gəlib maşın yalandan çəkib, çıxıb gedib yenə də həmin qaydada. İnanın ki, heç axşamlar çölə çıxmaq olmur. Bax, görürsünüz də suyun yerin. Evdə körpə uşaqlar var, ağsaqqallar var. 30 ildən çoxdur, bu küçənin günü güzaranı budur. Gətirib köhnə maşınları da saxlayıblar orada. Əlacı hər yerdən kəsilən sakinlər özləri problemindən çıxış yolu tapmağa çalışırlar. Bu məftildə indi almışam ki, kanalizasiyamızı təmizləməyə. Bunu gəlib maşın gəlməlidir, yumalıdır. İlin deyək ki, elə 9 ay. Bax belənsidir bizə vəziyyət. Heç olmasa ayda 1-2 dəfə, 3 dəfə kanalizasiyadan çağırırıq. Uşaqlar gəlirlər, təmizləyirlər, gedirlər, fərqi yoxdur. Bir həftədən sonra eyni tutulmadır. Buranı da görürsünüz nə vəziyyətdədir. Burada nə maşın keçir, bütün infeksiya, bütün xəstəliklər, nə desəniz hamısı buradadır. Çəkiliş zamanı ərazidə işlərə başlanıldı. Su çəkən maşın vasitəsilə çirkab suları çəkildi. İri şəhərlərin Birləşmiş Su Təchizatı xidmətindən bildirildi ki, sözgedən ünvanda kanalizasiya xəttində qəza baş verib. Kanalizasiya şəbəkəsinin üzərində qanunsuz olaraq fərdi evlərin tikilməsi qəzanın qarşısının alınmasını qeyri-mümkün edib. Buna görə də yeni xəttin tikintisi planlaşdırılıb. Yaxın günlərdə 200 mm diametrində borularla 80 metr kanalizasiya xəttinin tikintisinə başlanılacaq. İşlər tamamlanana dək isə lil sovuran maşın vasitəsilə gündəlik yığılmış çirkab suların xəttdən təxliyə edilməsi təmin ediləcək.